oldu. Hə. Deməli dedik ki, arxivatorlar nə işə yarayır? Arxivatorlar faylların sıxaraq həcmini azaldan proqramdır. Bunlara misal olaraq WinRAR-dır, WinZip-dir, WinArch-dır, WinTar-dır, 7 zip-dir, WinArc-dır, arıcıdır və s. və axıra. Bunlar faylları sıxaraq həcmini azaldır və adətən arxivləşdirmə faylların da şəklini mən sizə bir qədər əvvəl göstərdim. 3 dənə kitab formasında, ortasında deməli qayışla bağlanmış formada. Əgər elə bir simgə görsəniz, bilin ki, bu arxivləşdirilmiş fayllardır. Yəni fayllar arxivləşdirilən zaman, yaddaşda saxlanılan zaman həcmi azalır və biz onu yenidən açanda isə yenə öz keçmiş həcmini bərpa edir. Yəni oradan onu arxivləşdirmədən çıxartmaq lazımdır. Bundan başqa nələr var? ScanDisk adlanan proqram var. ScanDisk adlanan proqram faylları, deməli diskin zədələnmiş hissələrini bərpa edir. Bəzən olur ki, diskin üzərində, xüsusən də hard disk ilə olan xarici yaddaşlarda olurdu ki, çoxlu zədələr yaranır, cızıqlar yaranır. Buna bad sektorlar deyirlər və həmin o hissəyə düşən fayl bəzən oxunmaz olur. Yəqin ki, təsadüf eləmişsiniz. Hər hansısa bir toy diskinəmi, nişan diskinəmi, ad gün diskinəmi, eyni zamanda kino diskinəmi baxanda deyirsən çık qırıldı. Çünki diskin ümumiyyətlə bu mən dünən də ondan dedim ki, artıq bu disklər artıq yavaş-yavaş öz ömürlərini başa vururlar. Tez sıradan çıxan zədələnmiş olurlar. Yəni onun o zədələnmiş, cızılmış hissəsinə informasiya düşəndə ora disk oxuyucusu oradakı məlumatları oxumur. Həmin o diskin zədələnmiş hissəsini bərpa edənsə ScanDisk proqramıdır. Məsələn, tutaq ki, məktəbimizin ustası var. Bir otaqda lövhə qırılıb yerə düşüb, gedib onu axtarırlar. Pəncərə yaxşı bağlanmır, onu axtarırlar. Nə bilim, kran açılıb, radiatordan su damır, onu axtarırlar. Nə bilim, oturacağın şurupu açılıb, onu axtarırlar. Asılqan qopub divardan düşüb, onu axtarırlar. Yəni, kimin texniki bir köməyə ehtiyacı olanda onu axtarırlar. Bax, həmin o e, kompüterində o ustası zədələnmiş hissələri bərpa edən ScanDisk proqramıdır. ScanDisk proqramı. Backup proqramı var. Backup proqramı nə işə yarayır? Bacup yazılır. O, faylların kopyasını yaradır. Ümumiyyətlə, rəqəmsal informasiyaya etibar yoxdur. Rəqəmsal informasiya bəzən silinə bilir. Bəzən bilmədən əlimiz dəyər, nəysə silərik. Və yaxud da virus olar, virus silir, bəzən faylları məhv edir. Bəzən bu da bizi çox çıxılmaz vəziyyətlərə qoyur. Belə ki, bizim üçün çox vacib olan bir fayllar olsun, işdə çox lazım olan və yaxud da ki, öz şəxsi həyatımız üçün çox əhəmiyyətli olan bir nəsə bir fayl, məlumat ola bilər ki, bir də görsən ki, bu kompüterdən mənə öz başıma gəlib. Silinir, gedir. Hansı ki, o bizə onun silinməsi bizim üçün işimizi çox axsadır. Və bu kimi halların baş verməməsi üçün, gələcəkdə baş verməməsi üçün bir tövsiyə edirəm sizə. Çalışın. Sizə lazım olacaq, fayda olacaq faylları bir neçə qovluqda, fərqli qovluqlarda saxlayın. Elə bir ki, bilirdim də, evin və ya maşının bir neçə ehtiyat açarı var. Açarın itməsi bizə o qədər də təsir eləmir, çünki bizim ehtiyat açarımız var. Amma vay o gündən ki, evimizin bir açarı var, o da itib. Qaldıq çöldə, gərək suda gətirək, qapını kəsək. Ya maşının bir açarı var, o da itib. Bax, bu faylları kopyalayanda backup proqramıdır. Yəni, normalda biz hər hansı bir faylın kopyalanması çox rahatdır. Tutaq ki, məsələn, bu faylı kopyalamaq istəyirsən. Üzərində kopya əmrini vurdun, istənilən bir yerdə sənin sağdır, məsələn, vurdun, paste əmri ilə, yəni burada yapışdır, əlavə et əmri ilə, məsələn, ondan birini əlavə elədir. Və yaxud da ki, bunun üzərində tutdun, kontrol düyməsini sıxdın, dartdın, onun bir kopyasını yaratdın. Yəni, bu kopyanı əmələ gətirən, həyata keçirdən backup proqramıdır. Nə iş görür backup proqramı? Faylları kopyalamaqla məşğul. Disk cleanup proqramı var. Disk cleanup proqramı
lazımsız faylları silmək üçün nəzərdə tutulan bir proqramdır. Məsələn, siz də bunu öz kompüterinizdə edə bilərsiniz. Telefonlarda da bəzən lazımsız fayllar ki var, heç nəyə lazım deyil. Sadəcə olaraq əlavə yer tutur. Hansı ki, bu da kompüterin sürətinə çox mənfi təsir edir. Və bu proqramlardan yaxa qurtarmaq üçün Windows düyməsi ilə R düyməsini, klaviaturadan Windows düyməsi ilə R düyməsini eyni anda sıxırsınız. Bu RAM pəncərəsi deyilir də buna. RAM pəncərəsi açılır. Burada faiz tem faiz yazın. OK düyməsini vurun və qarşınıza gördüyünüz bu fayllar hamısı sizin kompüterinizdə, bax mənim kompüterimdə hal-hazırda yer tutur. Amma heç bir işə yaramır. Sadəcə olaraq mənim kompüterimdə yer tutur. Elə bir ki, baxın, bir idarə düşünək. O idarədə ortada yeyib qıraqda gəzən bir sıra işçilər var ki, heç bir şirkətə, idarəyə heç bir xeyri yoxdur. Sadəcə olaraq boş-boşuna pul alıb yeməklə məşğuldur. Və bir günlərin bir günü ağıllı rəhbər gəlir ora kollektivə və həmin bu lazımsız işçilərin hamısını neyniyir? İşdən çıxardır. Necə ki, bu yaxınlarda bugün eşitdim ki, məlum hadisədən sonra deyəsən, indiyə qədər heç bir ciddi uğuru olmayan Elmlər Akademiyası ləğv olunur. Hansı ki, onlar gördüyünüzdə ancaq yatmaqla məşğul olmuşlar orada. Və biz də bu lazımsız faylları silmək üçün nə edəcəyik? Bax, bu formada tapdınız. Klaviaturadan Ctrl və A düymələrini eyni anda sıxın və bundan sonra Delete düyməsini vuraraq bu faylların hamısını silin. Yəni, bu sizin kompüterinizə heç bir problem, bax, görün nə qədər boş yer azaldı. Heç bir, görün nə qədər fayllar silindi. Heç bir ziyanı yoxdur. Sadəcə olaraq düşünməyin ki, bu faylları silərkən birdən kompüterim işləməyəcək, nəsə bir problem olar. Heç bir problem olmur. Əksinə, kompüter daha yaxşı işləyir. Lazımsız bu faylları biz nə edirik? Kompüterdən uzaqlaşdırılır. Ümumiyyətlə, lazımsız faylları silmək üçün diskrenat proqramından istifadə edirik. Diskrenat proqramları nə iş görür? Lazımsız faylları silir. Və Task Manager proqramı var. Task Manager proqramı isə aktiv olan proqramları yuxu rejiminə keçirdir. Məsələn, aşağı bu hissə tapşırıqlar paneli adlanır. Buna ingiliscə taskbar deyirlər. Üzərində sağ düyməsini vurun. Açılan pəncərədən, görün mən burada bir boş yer tapıb edə bilirəmmi bunu? O qədər şeylər yığmışam ki, bura boş yer. Bir dəqiqə görək burada nəyi edə bilirəm? Boş yer tapa bilsəydim. Bunun birini buradan sileyim. Boşaldım, sonra bərpa edərəm. Bu geçsin. Göstərmək istəyirəm praktik olaraq. Burada o qədər şeylər yığmışam ki, proqramın üzərinə gəlir. Bunu burada görməyiniz. Hə, daha. Tapşırıqlar meneceri. Mən indi Azərbaycan dilinə gələcək. Sizə task meneceri. Bax, burada üzərinə vurandan sonra belə bir pəncərə açılacaq. Bu hal-hazırda aktiv olan proqramların siyasıdır. Baxın, CPU prosesor deməkdir. Central Processing Unit. Yaddaşdır, RAM-dır. Hansı proqram hal-hazırda aktivdir? Yəni, bu yaddaşda müəyyən yer tutur. Aktiv olan bir proqramı, məsələn, tutaq bu proqramı, yuxu rejiminə keçirirsiniz. Üzərində sağ düyməni vurmaqla End Task əmri var orada. End Task əmrini vurmaqla həmin proqramı nə edirik? Bağlayır. Yəni, bu proqram hal-hazırda mənə lazım deyil. Baxın, End Task proqramı ilə aktiv olan bu proqramı nə edirəm? Bağlayıram. Silmirəm, ha. Kompüterin yaddaşını quraşdırma ləğv eləmirəm. Sadəcə olaraq baxın, End Task. İngiliscə belə gəlir. İndi bilmirəm, rus dilində olanda nə gəlir. Yəni, bu formada mən həmin proqramı nə edirəm? Bağlayıram. Elə bir, bilirsizmi nəyə bənzəyir? Şagird baxır gündəliyinə, dərs cədvəlinə, sabahki baxır ki, məsələn, sabah bizə informatika dərsi yoxdur, məsələn. Ədəbiyyat dərsi yoxdur. Həmin o, nə bilim, coğrafiya dərsi yoxdur. Həmin o dərsi olmayan, cədvəldə olmayan dərslikləri kitabdır, dəftərdir, iş vərəqidir və s. və axıra artıq özünə yük eləyib məktəbə aparıb gətirmir. Cədvələ uyğun nə lazımsa yığır, qalanları da qoyur evinə. Əlavə kitab, bugün informatika yoxdur, informatika niyə gətirsin ki? Əgər cədvəl olmasaydı, o zaman gərək uşaq 15 dənə adlı kitabı hər gün daşıyardı, özü ilə məktəbə gətirir. Yəni, o da onu şirin yüngülləşdirir. Bax, task managerdə budur, müəllimlər. Aktiv olan proqramları yuxu rejiminə keçirdir. Sonra hansı proqram var orada?
Deməli, e, disk proqramı var. Hə, diskretdən danışdıq. Disk defragmenter var. Disk defragmenter proqramı isə faylları diskin üzərinə deməli nə edir? Səliqəli şəkildə yığır. Məsələn, tutaq ki, bu C diski deyil. Baxın, C diskiyə fikir verin. Hal-hazırda bu mavi rəngdə olan hissə diskin dolu olduğu hissəni göstərir. Boz rəng isə diskin boş hissəsini göstərir. Yəni, xarici yaddaşın boş hissəsini göstərir. Və gördüyünüz kimi dolu hissələr görün necə səliqəli şəkildə bir tərəfdən yığılır. Bax, yarısı burada, yarısı burada, yarısı burada düşməyib. Səliqəsiz şəkildə, pərakəndə şəkildə deyil. Elə bil ki, gəlin belə düşünək. Allah hər kəsin övladlarından toy qismət eləsin. Deyək ki, övladımız üçün toy edirik. Bir restoran danışmışıq, bir 500 nəfərə yaxın qonağımız var. Və biz orada bir nəfəri, bir neçə nəfəri ayırmışıq ki, stolların tam dolmasına nəzarət etsin. Məsələn, 10 dənə, 5 dənə qonaq gəlir. Yəni, bir stol dolsun, sonra keçsinlər, o bir stoldan əyləşsinlər. Belə-belə stollar hamısı dolu görsənsin. Həm də yoxsa 3 nəfər burada oturacaq, stolun üstündə olan yeməyi, suyu dağıdacaq. 5 nəfər orada, 3 nəfər həm səliqəsi görünəcək, həm də israf çox olacaq. Amma biz bunun qarşısını almaq üçün bir ailəyə yaxın olan bir nəfəri, bir 3 nəfəri, 2 nəfəri ayırırıq ki, qonaqları bir stol dolmamış, o birisi stola keçməsin. Səliqəli şəkildə yığılsın. Bax, faylları da diskə belə səliqəli şəkildə yığaq. Proqram disk defragmenter proqram. Və bundan başqa deməli Drive Space proqramı var. Drive Space proqramı isə nə iş görür? Faylları bir-birinə daha sıx formada yerləşməsinə təmin edir ki, bu da elə bir diskdə əlavə boş yerin olmasının qarşısını alır. O marşrut sürücülərin bir xoş sözləri var. Yəni onların ən müqəddəs sözləri. İndi mən ictimai nəqliyyatdan gündəlik istifadə edən bir insan kimi bunu hər gün şahid oluram. Elə nə qədər Astanovkada, Danızada adam götürürlər, deyirlər, hamı arxaya sıxlaşsın. Niyə? Çünki ortaqda boşluq olması daha çox adam yığsınlar. Bax, həmin o Drive Space proqramı da neyir? Bütün faylları bir-birinə sıx şəkildə yerləşdirir ki, əlavə orada diskdə bir boşluq olmasın. Məsələn, tutaq ki, bir çamadanımıza bir geyim əşyalarımızı yığırıq, biz onun üstündən belə sıxaraq basırıq ki, qoy paltarlar arasında hava qatı olmasın və onlar daha çox o çamadana paltar yığa bilərik. Baxın, Drive Space-də o işi yarayır. Bəs burada biz nədən danışmadıq? Disk cleanup dedik, task meneceri dedik, backup dedik, disk defragment dedik, sonra nə dedik? Scandisk dedik. Bunlar hamısı utilitlərdir. Bir də sizə danışayım viruslardan. Deməli, virus proqramları ziyanverici proqramlardır. Hansı ki, kompüterin proqram təminatını məhv edən, sıradan çıxardan bir ziyanverici arzu olmaz proqramlardır. Virus adətən krakerlər tərəfindən hazırlanırlar pis məqsədlər üçün. Kraker nədir? Biz inşallah informasiya təhlükəsizliyi dərsində bu anlayışları da izah edəcəyik. Var hacker, var kraker, var senari uşağı. İndi qısa olaraq deyim ki, hacker kompüter savadlığı olduqca yüksək səviyyədə olan yeni proqram vasitələri yaradan şəxslərə deyirlər. Krakerlər isə özləri bir şey yaratmayıb, başqasının yaratdığını qeyri-qanuni olaraq oğurlayan, oğurluq edən, kompüter savadlığı o da yüksək olmayan, piratçılıqla məşğul olan, plagiatçılıqla məşğul olan şəxslərə deyirlər. Onlar adətən pis məqsədlər üçün, öz kompüter biliklərindən pis məqsədlər üçün istifadə edirlər. Və viruslar da məhz çox vaxt bu krakerlər tərəfindən yaranır. Bəzi ədəbiyyatlarda deyir ki, ilk virusu 1982-ci ildə 15 yaşlı Amerikada bir lisey tələbəsi Nis Grenta yaratmışdır. O öz dostları ilə zarafat etmək məqsədi ilə virus yaradaraq onların elektron postlarına göndərmişdir. Və təbii ki, onlar da elektron postlarına gələn bu arzu olunmaz məktubu açıblar. İndi təsəvvür edin ki,
qəfildən bizim WhatsApp-mıza bir iş yoldaşımız tərəfindən bir nəsə göndərilir. Mən də görürəm ki, bunu göndərən Məmməddir. Mənim iş yoldaşımdır, müəllimimdir, ya müəllim yoldaşımdır, sinif yoldaşımdır və təbii ki, tanıdığım şəxslər olur. Yox, açıram və sən demə Məmməd mənə virus göndərir. Və bu zaman virus artıq elə bil ki, cinayətkara, qapımızı döyən cinayətkara artıq qapımızın, evimizin üzünü açdı. Bax belə. E, Yəni bu formada. Artıq o qapıdan içəri girdisə, artıq onun idarə edilməsi çox müşkül bir məsələyə çevrilir. Deməli, bu da dostlarla zarafat etmək məqsədilə onlara elektron postuna virus göndərir. Və əlbəttə ki, bunu etməkdə Screen məqsədi heç də dostlarına, tələbə yoldaşlarına, məktəb yoldaşlarına ziyan vurmaq demək deyildi. Onu etməkdə Screen vəzifəsi, məqsədi zarafat etmək idi. O zarafat məqsədilə yaratmışdı. Və virus gələndən sonra nə baş verir? Başlayır, kimin ki kompüterlə yoluxdu, həmin kompüterin disk qutusu da, o disk qoymaq üçün diskavot var, öz-özünə açılmağa. Bu ilkin baxışdan heç də bir təəccüb yaratmır. İndi təsəvvür edin ki, qəfildən kompüterdə indi disk qutusu açılır, biz fərqinə varmadan onu bağlayarıq. Ya oturduğumuz yerdə qəfildən otağın qapısı açıldı. Bir dəfə durub bağlayarsan. Amma bunlar bağladıqsa bu yenə açılır, bağladıqsa bu yenə açılır. Bu dəfələrlə bunlar nə qədər mübarizə aparırlar. Bax, nə oldu bu işləyir daha bu disk niyə birdən-birə xarab oldu? Niyə birdən belə oldu və insanlar təəccübdə qalırlar. Səhərsi məlum olur ki, demək olar ki, liseyin bir yarısında eyni anda bu problem yaşanır. Bu artıq çox kifayət qədər şübhəli məqamlar yaradır axı. Nətər ola bilər ki, bir sinifdə bir şagirdin qrip olması və ya su çiçəyi olması biraz normal haldır. Amma bir 50%, 60% eyni anda eyni xəstəliyə yoluxursa, bu artıq qırmızı xətt deməkdir də, düzdürmü? Yəni həyəcan təbini necə oldu eyni anda hamı eyni xəstəliyə tutuldu? Necə oldu hamının eyni anda kompüterin eyni problem yarandı? Və Skrintada başlayır gülməyə ki, mən elədim onu. Yadınızdadır, sizə nəsə göndərmişdim. Nə göndərmişdim? Virus göndərmişdim. Virus nədir? Virus ziyanverici proqramdır. Və belə artıq virus texnologiyasının əsası qoyuldu və Skrintada adını tarixə dırnaqarası olaraq yazıldı. Ümumiyyətlə, müəllimələr, tarixdə qalmaq gözəl şeydir. Hər kəs istəyər tarixdə qalsın. Ölümündən illər sonra onun haqqında yazılsın. Kitablarda, ədəbiyyatlarda, dərsliklərdə oxunsun. O xatırlansın. Amma pis mənada qalmağı heç kim istəməz. Elə pis mənada bir 100 ildən sonra gələn nəsillər mənə lənət oxuyaraq tarixdə oxuyacaqlarsa, elə qalmaqdansa elə qalmayım da, elə bu heç onlar da bilməsinlər ki, 100 il bundan qabaq Razim müəllim var idi, onlayn dərs keçirdi. Heç onu bilməsinlər. Amma yaxşı mənada qalsam, nə xoş insan halına. İndi hər an bir qisməti taleyi var. Bu Skrintəyə də belə bir Allah talih yazdı. İndi özü elədi, nə oldu? O da pis mənada qaldı tarixdə. Və bununla da artıq insan övladı pisə meyillidir. Gördü ki, bu virus yaratmaqda yaxşı əməli başlı pul var. Mən virusu yaradacağam, sonra da onun dərmanını yaradacağam. İnsanlar da başlayacaqlar həmin o proqramları almağa, antivirus almağa. İndi heç kim qrip olmasa, kim idi aptekdən gedən Nimesil içər? Heç kim. Xəstəlik ondan sonra dərman kimi satacaq? Və bu dərman firmaları hamısı müflis olar ki. Ona görə də bu dərman satılması üçün xəstəlikləri yaratmaq da lazım gəlir. Müxtəlif laboratoriyalarda və s. Yəni başladılar viruslar yaratmağa. Virus vasitəsilə həm öz alverlərini qurdular, antivirus proqramlarını satırlar, həm də ki, o qədər pis məqsədlə şəxsi məlumatların oğurlanması, ələ keçirilməsi, insanların şəxsi həyatına müdaxilə, ictimai şəxslərin nə bilim şantajı, böyük məbləğdə pullarının ələ keçirilməsi, nə bilim kimsə bu öz rəqibindən qara PR kimi istifadə eləmək, yəni bu haqda danışıb mövzunu uzatmayaq. Yəni ümumiyyətlə viruslar çox pis məqsədlərlə istifadə olunan bir proqramlardır. Virusların da növləri var. Yaşayış mühitinə görə 4 qrupa bölünür. Deməli, fayl virusları hər hansı bir faylın daxilinə yerləşir. Tutaq ki, mənim kompüterimdə bir video faylı var. Orada virus varsa, mən onu sizə göndərirəmsə və siz artıq o xəstə faylı açırsınızsa, elə bil ki, sağlam sinifə bir dənə qrip şagird gəlir və yaxud da ki, sivinka tutmuş şagird gəlir. 5 gündən sonra sinifin yarısı olur sivinka, qulaq dibi çıxardır və yaxud da ki, hamı qrip olur, hamı su çiçəyi çıxardır. Bax, eyni proses baş verir. Faylların tərkibində yaşayır. Yükləmə virusları sərt diskin yükləyici hissəsinə
düşərək failləri yoluxdurur. Fail yükləmə virusları həm faillərin daxilində yerləşirlər, həm də disklərin yükleme yerlərində, bat sektorda yerləşirlər. Şəbəkə virusları da internetdə ən çox olur və ona görə də çalışmaq lazımdır ki, tanımadığımız saytlardan çox da istifadə etməyək və tanımadığımız ünvanlardan gələn məlumatlara açmayaq. Yəni buna spam edək onları, yəni narahat edici məzmunlu məlumatlara etməyək bunları və bu eyni zamanda da bir virus təhlükəsi ola bilər və son zamanlar belə şeylər çox yaranır. Bir link olur, nə bilim insanları şirnikləndirirlər ki, bəs filan şirkət deməli bir aksiya etdi, ad günüdür. Məsələn, iPhone telefonları uçuşa çıxardıb, son 10 dənə telefon qalıb. Bunlardan biri də sən ola bilərsən. Daxil ol linkə, sorğunu doldur. Bizim də insanlar da belə şeylərə inanır axı. Unuduruq ki, havai pendir yalnız tələdə olur. Və biz də çox sevinə-sevinə linkə daxil oluruq. O linkə daxil olandan sonra məlumatlarımızı veririk və ondan sonra bizə qarşımıza qutular gəlir. Qəşəng qırmızı lentlə bağlanan 3 qutu. Deyirlər ki, sənin 3 dəfə açmaq şansı var. Qutunun birini aç. Və biz də həyəcanlanaraq açırıq. Nə hikmətdirsə birinci qutuda heç nə çıxmır. Və biz biraz da həyəcanlanırıq. Və 3 dəfə şansımız var bizim. İkinci qutunu açırıq. Oradan da heç nə çıxmır. Biraz da həyəcanlanırıq. Və sonuncu şansdır. Nə hikmətsə üçüncü qutuda bizim üçün bir iPhone çıxır. iPhone 16 və təbrik edirik. Siz artıq iPhone-u qazandınız. Həmin an biz artıq göylərdə oluruq, sevinirik. Artıq iPhone qazanmışıq. Hə, bu məlum gün ərzində sizinlə əlaqə saxlayacaqlar və bu linki də dostlarınızla paylaşın, qoy onlar da iPhone uçsunlar. Biz də başlayırıq bütün kontaktımıza lazımsız linkləri atmağa və elə bilirik ki, iPhone udmuşuq. Gözləyirik ki, bunlar bizə iPhone verəcəklər. Bir də xəbər tuturuq ki, Kasımın kartında 5-10 manat pulu var idi, artıq pulu yoxdur. Birinin dərman pulusuydu, birinin kredit pulusuydu, saxlamışdı cashback kartında, artıq getdi. Nə iPhone gəlmədi. Yəni bunlar hamısı əziz həmkarlar, müasir dövrün dələduzlarının işləridir. Belə şeylərə getməyin, xahiş edirəm. Yəni bu da niyə görə bunlar deyirəm? Bunlar hamısı şəbəkə viruslarının deməli növlərindəndir. Və viruslar eyni zamanda təhlükəli, çox təhlükəli, ziyansız olaraq qruplara bölünür. Ziyansız viruslar həmin o Skrintanın öz dostlarına göndərdiyi viruslardır. Baxın, bəzən bir proqramı tətbiqi yükləyirik. Hətta bizim telefonlarımıza başlayır siqnal gəlməyə ki, sənin telefonun 6897 virusa yoluxub. Təcili bu tətbiqi yüklə, yoxsa səndə hər şey silinəcək. Həyəcan dolu siqnal və biz də yükləyirik və anındaca başlayır bizə lazımsız məlumatlar gəlməyə, reklamlar gəlməyə. Heç yerə girə bilmirik. Telefonumuz lazımsız işlək halda olmayan bir qurğuya çevrilir. Nə WhatsApp-a giririk, nə zəngə giririk. Dayanmadan bizə hər saniyə trend yolun, nə bilim, Temunun, oranın, buranın başlı reklamını göndərməyə. Əslində bu bizim telefonumuza texniki olaraq bir problem yaratmır. Sadəcə olaraq bizim əsəblərimizlə üzr istəyirəm oynayır. Bax bunlar, bu da bir virusdur. Əslində ziyansız virusdur. Nə mənada ziyansız virusdur? Yəni məlumatlarımızı oğurlayıb başqa yerə göndərmir. Nə bilim başqa deyək ki, kompüterimizin ya telefonumuzun ya heç nə silmir, amma ardıcıl dayanmadan reklam göndərir, bizi əsəbləşdirir də belə. Amma ziyanlı viruslar da var, təhlükəli viruslar da var. Failin tərkibi tamamilə dəyişən viruslar, failləri tamamilə silən viruslar, failləri qarşı tərəfə ötürən viruslar. Yəni bu viruslardan biri Troya viruslarıdır. Adını bir məşhur filmdən götürülüb, film əsərdən götürülüb. Bunun kinosu da var, Troya atları. Yəni ki, aramızda bu filmə baxanların sayı az deyil. Troya atları nə iş görür? Troya atları, əgər xatırlayırsınızsa, o filmə baxmısınızsa, bir ordu digər ordunu hücum edir, nə qədər eləyir, sərhədi yara bilmir. Axırda düşmən hiyliyə əl atır. Yerli cəmaatda ata inanır da, ata sitayiş edir. İndi at bunların əstəğfurullah Allahadır. Bir gecə ilə bir at heykəli düzəldirlər. İçinə silahlı əskərlər yerləşdirir və gətirib qoyurlar şəhər darvazasının ağzına. Və bunu görən şəhər sakinləri və belə bir qərara düşünürlər ki, göylərin
Allahların bunlara göndərdiyi bir hədiyyədir, bir müjdədir. Bu yaxınlıqda, gələcəkdə bu çox yaxın gələcəkdə qalibiyyətdən xəbər verir və böyük təmtəraqla həmin bu içində düşmən gizlənən at heykəlini gətirirlər saraydan içəri. Bunun yanında oynayırlar, gülürlər və gecənin bir vaxtı hər kəs saray yuxuda olarkən düşmən içəridə puskuda daxil. Heykəlin içindən çıxan düşmən əskərləri, mühafizəçiləri öldürür, sarayın darvazalarını açır və ondan sonra da çöldə əli tətikdə gözləyən düşmən ordusu saraya hücum edərək gecə ilə sarayda böyük bir qətliam, şəhərdə böyük bir qətliam törədir. Yəni bu Troya atları viruslar ona görə deyirlər ki, onlar gözləyirlər, əlverişli məqam gözləyirlər. Bəzən nə vaxt məqam düşəndən sonra öz zərbəsini indirirlər. Bəzən bizim dilimizdə belə bir ifadə də var. Məsələn, tutaq ki, Allah işimə göstərməsin, uzun müddət heç vaxt ağlımıza gəlməyən, həmişə özümüzə yaxın bildiyimiz insandan, süfrəmizin, ən əziz günümüzdə süfrəmizin başına oturan insandan bəzən həyatımızın elə bir anında sarsıcı zərbə alırıq ki, bəlkə də o zərbəni düşmən bizə vursaydı o qədər inciməzdi və biz belə bir deyim var, deyir, düşmən ocağımın başındaymış, xəbərim yoxmuş. Yəni, illərlə mənim süfrəmin başındadır, mən buna ürəyimi açıram, sən demə bu mənim ən böyük düşmənimmiş kimi, ən böyük zərbəni bu vurdu. Baxın, Troya atları da belədir. Gəlir Troya virusları daha doğrusu, gözləyir. Nə qədər ki, zəif hesab edir özünü, o artıq özünü məkirli düşmən kimi bürüzə vermir. Elə ki, gördü ki, artıq o zərbə vura bilər və zərbəni vurur. Yəni, bu viruslar deməli, çox təhlükəli viruslardır. Sonra elə viruslar var ki, onlar özlərini kopyalayırlar. Yəni, soxulcan viruslar deyirlər ona. Kopyalayırlar, çoxaldırlar, tarakanlar kimi tez-tez artırırlar və bunlarla mübarizə yapmaq çətindir. Parazit viruslar var. Özlərinin surətini yaradırlar. Failin tərkibini yaradırlar. Makroviruslar var. Böyük proqramlarda olurlar. Stres virusları olduqca yüksək səviyyədə peşəkarlar tərəfindən hazırlanır. Hətta onları antivirus proqramları da tapa bilmir. Bəzən çətinlik çəkir. Bu, olduqca peşəkar bir şəxsin cinayət törətməsinə bənzəyir. Yəni, bəzən dedektiv filmlərdə biz bunu görmüşük, əsərlərdə. Məsələn, Arxadan Zərbə bu kimi filmlərimizdə də var. Yəni, cani ard-ardı seriyalı qətillər törədir və elə təmiz işləyir ki, hüquq mühafizə orqanları belə onu zərərsizləşdirə bilmir. Və bu virusları da çox peşəkar şəxslər tərəfindən, kompüter savadlığı olduqca yüksək olan şəxslər tərəfindən hazırlanır. Tələbə virusları var ki, qeyri-peşəkarlar tərəfindən hazırlanır. Yəni, həvəskarlar tərəfindən. Elə bir ki, adam birinci dəfədə həyatında oğurluğa gedir və ilk dəfədə elə nəinki peşəkar dedektiv tərəfindən, adi bir binanın mühafizəsi tərəfindən tutularaq ələ keçirilir. Çünki hələ təcrübə yoxdur da. Tələbə viruslarda, yəni təzə-təzə bu işə başlayan həvəskar şəxslər tərəfindən hazırlanan viruslardır ki, ən zəif ölüvay antivirus belə o virusu tapır və məhv edir. Bəzən antiviruslar virusları təmizləyə bilməyəndə həmin failləri silmək məcburiyyətinə qalır. Elə bir gəlin belə düşünək. Üzrü iraq olsun. Barmağımızda nəsə bir yara var. Biz çalışırıq ki, o yaranı təmizləyək. Amma görürük ki, bu yara sağalmaz bir yaradır. Digər orqanlarımıza keçməyək deyə artıq biz barmağımızı kəsmək məcburiyyətinə qalırıq. Bəzən görürsən ki, viruslar failləri elə bir formaya salıb ki, failin özünü belə təmizləmək olmur. Eybi yoxdur, qoy bu fail geçsin. Amma digər faillərə düşməsin deyə biz nə edirik? O faili bəzən silir. Antivirus özü belə təmizləyir, silir. Huaxalar var. Əslində virus deyil, ziyansız proqramlardır. Bayaq da danışdım ki, zarafat məqsədilə yaradılır. Bu kimi proqramlar da virusların bir növüdür. Virusların quruluşu 3 qrupa bölünür. Kopya istehsalçısı var. Virüsün çoxalmasını və yayılmasını təmin edir. Gizləyici var. Müdafiə mexanizmidir. Virusları qoruyur. Antiviruslardan, yəni onların təbir edilsə, onların düşmənlərindən qoruyur və antiviruslar o virusları tapa bilmir. Bomba isə əlverişli məqam gözləyir. Əlverişli məqam yetişən anda son olaraq nə edir? Virus işə düşür və öz məkirli niyyətini həyata keçirir. Və bu viruslarla mübarizə
aparmaq üçün eyni zamanda virus əleyhinə proqramlar da nəzərdə tutulmuşdur ki, bu proqramlara deyirlər antivirus proqramları. Antivirus proqramları, yəni virus əleyhinə olan proqramlardır ki, onlar da müəyyən qruplar üzrə qruplaşdırılmışdır. Skanerlər var, həkimlər. Bu tip viruslar failləri və sistemi yaddaşını yoxlayırlar, virusu taparaq məhv edirlər. İmmünizatorlar var. İmmünizatorlar vaksinləşmə yolu ilə virusları aldadır və virus elə bilir ki, artıq o öz missiyasını yerinə yetirmişdir. Ancaq failləri yoluxdurmuşdur. Yəni, faillər özlərini yoluxan kimi aparırlar, amma əslində virusları aldadırlar. Disk müfəttişləri var ki, adından göründüyü kimi müfəttiş, ona görə ad qoyublar ki, onlar failləri vaxtaşırı yoxlayaraq onlara virusa yoluxub yoxlanılmamasını müəyyənləşdirir və yoluxmanın qarşısını alır. Filtr proqramları var. Virusun filtr nə deməkdir? Süzgəc, Azərbaycan dilində. O biz hər hansı bir maye filan qabdan süzərkən çox kiçik gözləri olan setkalar ki var. Yəni çör-çöp oradan keçməsin deyə bax istifadə edirik. Filtr də odur. Yəni onlar nə edir? Virusların yaranmasının şəraitini aradan qaldırır. Biri var, xəstələndən sonra sağaldasaq. Bir də var ki, xəstəliyin yaranmasının qarşısını alsın və xəstəlik ümumiyyətlə olmasın. Detektorlar var ki, yalnız tanıdıkları antivirusları məhv edir, tanıdıkları virusları məhv edir və tanımadıkları viruslara təbii ki, gücləri satmır. Antivirus proqramlarının burada adlarını qeyd eləmişəm. Deməli, Avast var, Doktor Web var, Kaspersky var, Doktor Salomon var, Norton antivirus var, nə bilim, Panda var, Symantec var, McAfee var, Essential var, 360 Security var və s. və axıra. Yəni, bunlar da bizim antivirus proqramlarımızdır. Deməli, müəllimələr, bunlar oldu bizim sistem proqram təminatı. Yəni, o 3 qolun artıq biz birindən tam danışdıq. Sistem proqram təminatının baza qolunda əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri, bir də əməliyyat örtükləri, xidməti qolunda antiviruslar var, utilitlər var, arxivatorlar var, driverlər var, sonra diagnostik proqramlar var. Bu hələ bir qoldur. Məlumat olduqca boldur. Çox geniş məlumat var. Düzdür, mən bu məlumatı sizə atacağım. Və hələ bizim 2 qolumuz qalıb. Mətni tətbiqi qolumuz var. Bir də instrumental qolumuz var. Məncə biz saxlayaq. Çünki başlasaq danışmağa 4-5 dəqiqəmiz içində biz bununla danışa bilməyəcəyik. Həm də məncə sizin üçün də informasiya boldur. Biz hələ hardware testlərini də işləməliyik. Mən sizə PDF-i atacağım. Amma siz hələ ki hardware-yə hazırlaşın. Dediyimiz kimi inşallah birinci günü bizim sınağımız olacaq, kahotumuz olacaq. 5-ci günü isə, gələn həftənin bugünkü günü isə biz hardware suallarını müzakirə edəcəyik. Sizin yaza bilmədiyiniz suallara baxacaq, sual cavab eləyəcəyik. Ondan sonra mən bunu danışandan sonra bunun testlərini verəcəm. Növbəti inşallah 5-ci gün bunu danışıb 2 hissəyə tutararım. Növbəti həftənin 1-ci gündən. Çox geniş mövzulardır. Heç sevmirəm bu tipli mövzuları. Çünki nəzəriyyə mövzuları biraz mənə xoşuma gəlmir. Mən də Python filan belə şeylər daha çox həvəs göstərirəm. Amma bizim sevib sevməməyimiz də təəssüflər olsun ki, bir şey dəyişmir və biz məcburuq bunların hamısını öyrənməyə. İndi o boyda softwaredən bir dənə sual düşəcək ya düşməyəcək, o da harasından düşəcək, onu da bilmirik. Amma biz bu boyda şeyi məcburuq öyrənməyə. Mən burada yekunlaşdırmaq istəyirəm. Diqqətlə qulaq astığınıza görə təşəkkür edirəm hər birinizə və əgər sizin Siz sağ olun. Çox sağ olun. buyurun, mən sizi dinləməyə hazıram. Sağ olun Razım müəllim. Çox Çox sağ olun. sağ olun. Çalışdım Allah ki, kömək. sadə cümlələrlə danışım. İndi necə alındı bilmirəm. İndi inşallah qiyməti də siz verərsiniz. Ümid edirəm ki, hər şey ürəyə oldu. Sağ olun, gecəniz xeyrə qalsın. Sağ olun. Siz sağ olun. Sağ olun.